İmtahan tipli testlərin izahı ilə davam edirəm. Deməli, baxırıq 9-cu testimizə. Deyir ki, sənə bir secret, yəni sir deyəcəm, amma burada baxın, eni var burada. Eni varsa, deməli, eni inkarda və yaxud da sualda işlənir də. Deməli, bizə inkar lazımdır, düzdürmü? Deyir ki, have to to-nun da inkarı özü ilə düzəlmir. Biz bilirik ki, have to, has to, had to-nun sualı inkarı do, does, did ilə düzəlir, yanlışdır. Burada da you'dur bizim mübtədamız. You da bilirsiniz ki, you ilə her şey itlə, yəni üçüncü şəxsin teki ilə dadı işlədirik. You ilə don't have olmalıydı. Deməli, düzgün cavabımız qaldı bir dənə avend. Daha sonra baxıram 10-cu testimizə deyir, hansı cümlələr məcul növə çevrilə bilməz. Deməli, məcul növə çevrilə bilmək üçün burada bizə tamamlıq lazımdır. Cümlədə tamamlıq olmalıdır. Əgər tamamlıq varsa, məcul növə çevirə bilirik. Əgər deməli, tamamlığımız yoxdursa, olmaz. Deməli, baxın, burada work-dən sonra tamamlıq yoxdur. Bax, nə deyir? Work quietly and quickly. Quietly and quickly biz bilirik ki, zərfdir. Tamamlıq yoxdur. Yəni, mən bunu dəyişə bilmərəm. 1. Amma burada baxın, deyir, Laura yazdı bir novelli. Deməli, burada tamamlıq var. Mən bunu dəyişə bilərdim. Bu olmaz. Daha sonra burada görürsünüz, xəbərdən sonra tamamlıq yoxdur. When it is hot yazıbdır. Deməli, mən bunu da dəyişə bilmirəm. Amma burada görürsünüz, xəbərdən sonra nə yazıbdır? It's fixing chairs. Burada bizim yenə də tamamlığımız mövcuddur. Bunu mən dəyişə bilərəm. Deməli, dəyişə bilmədiklərim 1-3, yəni ebənd. Baxırıq 11-ci testimizə. Burada çox diqqətli olursunuz, çünki hər iki cümlənin özünün ayrılıqda zaman zərfi vardır. Ego ilə biz bilirik ki, keçmiş sadə zaman olmalıdır. Davam edici olmaz, indiki davam edici, indiki bitmiş olmaz. Keçmiş sadə biz bilirik ki, feilin sonuna ya id artırırıq, ya da kökündən dəyişirik. Deməli, burada feilin sonuna id artırılır. İkinci səhvdə isə yet vardır. Yet də bitmişin inkarıdır. Daha doğrusu, inkar cümlələrimizdə, bitmiş zamanın inkar cümlələrində sonunda işlənir.